cihana insana geleceğe inanan talebe 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 çok çok adil olanan dünyaya cihana insana geleceğe inanan talebe 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 sızlar ya da düşer de yüreğimin telleri o mehriban o aziz talebelileri. Hay eşitse hay veren gönlünü saklayan gizleyen sevincinden pay veren talebe talebe talebe. Hay eşitse hay veren gönlünü saklayan gizleyen sevincinden pay veren talebe talebe talebe. Sızlar ya da düşer de yüreğimin telleri o mehriban o aziz talebelileri. Sızlar ya da düşer de yüreğimin telleri o mehriban o aziz talebelileri. Sızlar ya da düşer de yüreğimin telleri o mehriban o aziz talebelileri. Sızlar ya da düşer de yüreğimin telleri o mehriban Otur sen otur. Yürüsün geçer bir şarkılarınızı götüreyim. Atar oyna. Gülümse. Ben o kadar korkak gelmişim. Bizimlerden kaçarlar. Ay maşallah. Ay Allah sizleri Var korusun, eylesin, saklasın, var eylesin. Çok güzel bir Maşallah. Maşallah. Nasibden geçen bayramında söz verdim ki nöbet 30 gün. Onun için qazaq atıqlar onun öz yerlərindən. Sırafını Qazaq necə gözəl gün oldu bu gün. Fikir vermirsən başım qazaqlar. Dəftərini götürüb. Bizdə gəlirəm gedirəm. Yaxşıyam, sağ ol. Sən necəsən? Oldular danışır. sizə bu qazaqların hamısından qazaqsa o da. Məndən də telefon ben bunu sağlayacağım. Şabatı bir aynı ne bir grup bir gazı dergiye insanlar. Onu başa tutuyorum bunu. Ben seni atmışım bu gruba. Terziden düşünmek. Bizə gəlir. Ha, dergi başa tutuyorum. Nereden konuşurlar? Hemen falan. Güzel sazıyla var da. Yine de
Verin ha, elə bir sən var. Altı kilo. Mən də Aynur'a ilə gəlinim qaldı. O girməsə də, Açdı razı. Kardeşlara da yağdır, xəstələnsən o yağdır. Kardeşlara da yağdır, xəstələnsən o yağdır. Bazılarımız hayağdır, bazılarımız hayağdır. Sizə qurban bazılar, bazılar ay bazılar. Sizə qurban bazılar, bazılar ay bazılar. Tuza həmdə yolana yəsir bazı gərəkdir. Kıza həmdə yolana yəsir bazı gərəkdir. Yaxşı bazı insana yenə ala deməkdir. Yaxşı bazı insana yenə ala deməkdir. Bazılar ay, bazılar sizə qurban. Bazılar, bazılar ay, bazılar sizə qurban. Bazılar, bazılar ay, bazılar sizə qurban. Bazılar, bazılar ay, bazılar sizə qurban. Bazılar. Big Ağız. Ata yalaya evladı kardeşine uzayat. Ata yalaya evladı kardeşine uzayat. Azısız olmaramışam, bazısız olmaramışam. Size kurban bazılar, bazılar ay bazılar. Size kurban bazılar, bazılar ay bazılar. Kıza hem de yollala yesiri bazı gereyde. Kıza hem de yollala yesiri bazı gereydir. Yaxşı bazı insana ele ana demeydir. Yaxşı bazı insana ele ana demeydir. Bazılar ay, bazılar size kurban. Bazılar, bazılar ay, bazılar size kurban. Bazılar, bazılar ay, bazılar size. Yazık Allah Taala'nın müəllimlik sənəti bəxş eləmiş adamları seçilmiş adamlar. Bəlkə də bizim cəmiyyətimizdə ən halal çörək yeyən təbəqə müəllimlər. Allah Taala o insanlara o halal çörəyi qismət edir ki, o adamlar onun nəzərindədir. Bu mənada sizin içərinizdə, sizinlə birlikdə mən özümü xoşbəxt sayıram. Biz Allah Taala'nın nəzərində olan insanlardır. Bizim özümüz də, aile üzvlərimiz də həmişə bizim alnımızın təri ilə, ürəyimizin odu ilə, əlimizin qavarı ilə qazandığımız halal çörəyimizi yiyiblər. Mən arzu edirəm ki, Allah Taala bizim o halal çörəyimizi üzməsin. Bundan əlavə demək istəyirəm ki, müəllim bəlkə yeganə peşə sahibidir ki, onun imzası öz sənətinin, öz yaradıcılıq məhsulunun altında olmasa da dünyanın hər yerində görülməkdədir. Bizim imzamız, bizim dərs dediyimiz uşaqlar. Bayaqları Nəsim müəllim dedi ki, elə yaşamaq lazımdır ki, anımız dünyamızı dəyişəndən sonra da çəkilsin. Mən Allah'a şükür edirəm ki, nə qədər ki bizim dərs dediyimiz uşaqlar var,
Yəni onların tərbiyə almasında, təhsil almasında hər halda bizim bir azacıq rolumuz var. O uşaqlara Allah ömür versin. Onlar bizi yaşadacaqlar. Onlar bizim həyatımızın və arzularımızın davamıdır. Bir dağlar, qaydalar, pozular, nizam verməsən hər kəsin öz qiyməti. Gövhər də nazilər, incələr tamam, almasa sərrafdan, öz qiymətini. Mahnıda zeli var, bəmi var səsinin. Həyatda yeri var, axı hər kəsin. Gözlər ağlamasın, gözlər neyləsin. Sən qaşa bilərdə göz qiymətini. Allah'a şükür ki, biz həyatda öz yerimizi tapmış adamlar. Və bizim zəhmətimizə cəmiyyət də, Allah'a şükür dövlət də lazım olan qiyməti verir. Və məhz o xoşbəxtlikdəndir ki, Allah Teala bizə belə gözəl görüşlərlə görüşmə imkanı yaradır. Bu, hamıya nəsib olan bir xoşbəxtlik deyil. Və mən həmişə bu yaxın əhatəmin içərisində olanda deyirəm ki, mənim həyatda ən böyük sərvətim, ən böyük qazancım mənim yoldaşlarım, dostlarım, tanışlarım. Sizləri nəzərdə tutur. Sizin yoldaşlarım, sizin yoldaşlarım. Mən sizi həmişə sizin kimi xatırlayıram, sizinlə fəxr edirəm və mən səmimi deyirəm ki, sizin hər birinizlə mən özümdən çox fəxr edirəm. Mən arada fikirləşirəm, bizim əksəriyyətimiz oxşar talihli adamları. Fikir verin, müəyyən müxtəlif paralellər var. Çox danışıb başınızı ağrıtmaq istəmirəm. Və deməli, həmin o paralellər bizi gətirib bir məktəbdə birləşdirib, sonra yenə həyatda biz öz yolumuzu davam elətdiririk və yenə də yolumuz çarpazlaşır. Çox şükür ki, belə gözəl görüşlərdə biz üzrə gəlirik. Və Namiqə bugünkü görüşə görə də Sona xanıma, digər zəhmət olanlara təşəkkür eləmək istəyirəm ki, bu görüşlər vasitəsilə siz bizə yeni bir yaşamaq stimulu verdiniz. Biz hiss elədik ki, biz məsələn mən Oğuz rayonu Kəlmi kəndində yaşayıram, eyni zamanda mən hiss elədim ki, mən hətta Qazaxda yaşayıram, Tovuzda yaşayıram, Bakının mərkəzində yaşayıram, Bayında yaşayıram, burada da yaşadım. Bizi belə qəbul etməyin. Bizim Allah Teala'nın bizə bəxş elədiyi ən böyük hədiyyəmiz və mükafatımız mən bir an oldu. Qəlbimizdəki sevinç, fərəh. Bizim evimizin qıfılı yoxdur. Pulsuz tutan deyil, ehtiyac deyil. Yəni mənim evdə olmanas bir şey də olmur. Mənə deyirlər, nə tərsiz, deyirəm əşin. Qıfılı olmuş üçün qaçsamışa açıqdır. Bizim evimizin ən böyük sərvəti bizim sadəliyimizdir, səmiyyətimizdir, halal çörəyimizdir. Və mən hiss edirəm ki, sizə də Allah Teala onu nəsib eləyib və onu sizə Allah Teala çox görməsin. Amin. İndi mən istəyirəm, icazə versəniz bir kənardan başlayaq. Mənim bacım İradə müəlliməyə söz verək. Bir haşiyyətdir. Biz oxuyan vaxtı çox yaxın yoldaşlıq elədiyimiz, indi hələnin öz dairəsi oldu, bunu etiraf eləmək lazımdır. Və o dairədə bizim ən çox bizim qəlbimizə yaxın olan bir yoldaş kimi, dost kimi, bacı kimi, şəxsən mən öz adımda deyəm, qəbul elədiyimiz dostlarımızdan, yoldaşlarımızdan biri də İradə xanımdır. Mən məsələn, indi getmişik, həyatda çox şeylər olub. Keçən dəfə mən danışanda Nasır dedi ki, danış görək bu 30 ildə nələr olub. Mən deyim ki, 30 ildə olanları danışsam, bəlkə 30 ildə sığmaz. Ehtiyac yoxdur. Öz həyatımdan narazı deyiləm, razıyam. Və hər birisinin həyatı mənim üçün həmişə maraqlı olub. Demişəm, görəsən, bax, Nuridə bacım hardadır bu gün? Qəşəng neyini? Qəşəngi televiziyada gördüm. Mən bütün Oğuz'a səs saldım ki, baxın, mən tələbə yoldaşımda, o verişə hökmən baxın, Space kanalında. Space kanalında. Hə, 3 dəfə təkrar göstərdim. İndi icazə versəz, İradə müəlliməni dinləyərik. Çünki, ay yoldaşlar, bizi çörəkli sözdən çıxır, sözə hörmət qoymalıyıq, sözü həm danışmağı öyrənməliyik, mən özümə görə, həm də dinləməyi bacarsa daha yaxşı olur. Buyur müəllim. Birinci mənə söz verirsiniz, biraz heyecanlandım. Bir udum su iç. Sen orada niye oturursan ki birinci dəfə? O məni çaş salır. İndi elə danışacaq ki, buradan qoluyacaq.
Hər birinizi xoş gördük. Allah qismət elədi, yığışdıq. Biz bir il gözləyirik, görüşür, həsrətlə, həyəcanla. Gözlər necə olacaq, alınacaq, alınmayacaq. Hər kəs öz evində işini nizamlayır, fikirləşir ki, görəsən gedə biləcəm, ya yox. Biz axırıncı günə qədər elə həyəcan keçirmişəm, görəsən gedə biləcəm, ya yox. Amma çox şükür ki, gəldim, sizi gördüm. Çox sevindim, ürəyim açıldı. Allah bir şey sevindim. Sizin də hər birinizə can sağlığı arzu edirəm. Arzu edirəm ki, yenə yığışa bilək. Daha çox tərkibdə, daha çox uşaqlar. Gələ bilməyənlər də gəlsin. İndi kiminsə üzrü var, kiminsə toyu var. Gələn il yenə yığışaq, yenə bir yerdə olaq. Mehribançılığımızı adayımızın almasın. Çox teşekkür ederim. Namık Hanım, buyurun. Söz sizin, Nida sizi təqdim etmeye ihtiyaç yoktur. Bir balaca Kârı, hem ağırlığını, könülü öz çiğnine götüren yoldaşımız sensen. Buyur kardeş. Ne kadar Bir balaca təqdimə ehtiyac var idi. Çünki deyəsən Mirvari yaxşı tanımadı. Mirvari bayağı bir söz işlətdi. Neyse o söz doğrudan da məni tuttu. Möhkəm tuttu. Dedi ki, sən bizim içərimizdə belə çıxdı ki, hamıdan ağıllısan. Ağılı yok, ağılı. Yok. Polat, ona göre yok. Dedim məni. O həqiqətən söz tutdu məni. O iki nəfər, üç nəfərin arasında deyilən bir söz olanda o qədər də adama təsir edir. Amma bu boyda insanın içində o söz biraz... Neyse, yok bu insanın bilsen her bir insanın karakteri var. Yok. Bularsın değil mi? O karakterden asıl olan şeydir. Mesela ben ümumiyyətlə oynamaq əleyhinə deyiləm, özüm də sevinirəm ki, bir toyda, bir məclisdə qızım, üzr istəyirəm, yoldaşım, oğlum oynayır. Amma özüm bacarmıram bunu. Bacarmadığıma görə də bunu kimsə məndə irad tutursa düzgün deyil. Çünki ola bilər ki, ya karakterimi, yox, belə deyil. Və durub yalandan belə əl qaldırım falan, o da neysə mənə görə deyil. Bu belə. İçəridəki durub qarşılasın. Yox, mən qəlbən həmişə sizinlənəm, mən ümumiyyətlə qarışanım. Qarışmasaydı belə bu təşəbbüsü ki, mən başladım. Yəni, elə bir çətinliklə bunu bildilər. Hətta mən bir irad tutdum, təranəyə irad tutdum. Bayağı dedim ki, tərənə. Bu boyda işin içində bir dənə dedilər ki, bəs Bədirova Mənsura vardı. Dedim, bir dənə Sumqayıtda bir qızı tapa bilməlisiniz. Amma mən düşdüm bütün Azərbaycan'a demək olar ki, Dağlıqda hər yerdə bir, bəli, qarış-qarış hamısını yığdım. Bəli, Sumqayıtdadır bu. Yəni, sadəcə, orada tapmaq olar. Çünki nə var ki, Sumqayıtla oynayır ki. Neyse, bunlar öz yerində. Sağ olun ki, səs verirsiniz. Özə bu, ən çox faallar, demək olar ki, faallardır burada. Görürəm bu qrupda iştirak edənlər, demək olar ki, elə bizdə bir neçə nəfər var idi, gəlməyənlər. Onlar üzürlü səbəbdən gəlmir. Yox, üzürlü səbəbdən var. Bizim şükür Allah'a sıralarımız artır. Baxmayın ki, keçən il 29 nəfər idi, bu il desəm nəfər idi, bilmirəm, 18 nəfər idi. Amma nəyə görə artıq? Məsim qardaşımız buradadır, bir də Mirvari buradadır. Gəlməyənlər üzürlü səbəb, biz onları elə burada sayaq. Onlar bizləndir. Baxın, sədaqətdir, bizləndir, məhlukədir, bayaq o da yazmışdır, orada olan hamı yazır. Yəni, mən bir daha sizə təşəkkür edirəm. Bax, hesab elə ki, mənim ürəyim doğrudan da davadır. O sadəlikdən söhbət elədi Məsim Vali, Məsimin çıxışında da vardı. Yəni, bizim ən böyük sərvətimiz bizim elə bu sadəliyimizdir. Bu, elə bizim sifətimizə kənardan baxan bunu hiss edir. Yəni, ürəyimiz açıqdır, bir dost kimi, bir süfrəmiz də açıqdır. Yəni, genişdir qəlbimiz. Orada hər kəsə yer var. Allah eləsin ki, gələn il bir neçə nəfər var, onlar da tapaq. Nəzərimdə var. Amma ki, görək, alırsa əgər, valla bugündən sabaha etibar yoxdur, həyat. Allah eləsin ki, bizi hər il bir xoş sürpriz qarşılasın. Hamınıza bir daha təşəkkür edirəm, Sonaya da təşəkkür edirəm ki, bu il mənim demək olar ki, əziyyətimin çox hissəsini götürdü özlərinə. Mən əvvəl başladım, amma gördüm ki, nəsə vahid bir məxrəcə gələ bilmədik. Axırda bıraxdım sizin ixtiyarınıza və sonra könüllü olaraq üzərinə götürdüm məzuniyyəti. Çox sağ olsun, belə bir gözəl məkanda yürüyüşümüzü söhbət edirik. Hamınıza minnətdaram. Məndən isə heç kim inciməsin, xahiş edirəm. Mən birdən kimsə deyər ki, yox, məni Afqaz elədi, gəlmədi, mən çağırdım, gəlmədi, yox. Ürəyimdə elə bir şey yoxdur, həqiqətən
Emin olabilirsiniz. Sağ olun. Gözle çəkəməz. Rəhman müəllimə bizə bir ildən sonra qoşulmuşdu. Ya 2 ildən. Yok, ikinci kurs. Ama biraz elmi dildə desəm tez adaptasiya olunan yoldaşlarımız. Və biz biləndə ki, bizim müəllimimizin həyat yoldaşıdır. Ona bizim belə deyək ki, hörmətimiz bir qədər. Onun nazı yaxşı danışır. Nazı yaxşı danışır. Vallahi. Nazı yarı deyir ki, mübarək. Orada qalanı müəllimi öz tamamı yapır. Ben sizin çıxışlarınızın hər birində öz deyəcəyim şeylər var, görürəm. Belə, qısa bir yəni mən də çox sevinirəm. İşimizə bütün kollektivim bilir ki, mən bunları görüşə gəlirəm. Onlar da öz fikirlərinə, nəysə bir şeylər, hətta bunları çap elədiyim onu da mənim üçün hazırladılar, qızlar tez elədilər, faylazını saldılar, tikdilər, nəsə sevinəcək ki, nəsə. Özdə tərcümlə hamısı yanaşırlar ki, necə belə bir şey təşkil edə bilirsiniz, yığıla bilirsiniz. İndi, bax, burada əksəriyyət qadınlar əyləşib, bizim hər birimizin evdən çıxmağı, elə ki, hər kəsi yerinə qoymaq, hər şeyi yerinə qoymaq lazımdır, hər şeyi rahatlamaq lazımdır. Və heç kəs də bundan narazı qalmamalıdır ki, sən ürəyində ağlınla gələsən ki, sən hər şeyi rahatlıq arxayın gələsən. Hoş bizim halımıza ki, bax, biz yığışa bildik. Burada olmayanlar var, yazırlar qızlar, Nüşabə bizim axılanlar toyda. Deyim sizə, biləsiz, inciyərsiz olmuş. Naxçıvanda, mən elə bilirəm. Naxçıvanda toyda, Gülnazdır, olursa qızlar hamısı istəyirdilər buradan. Naxçıvanda deyil, onu da desin. Bir o var Gülnaz'a qatala, ikinci tala kəndi. Ama benim bu müddətdə çətin yaşadığım bir hal oldu. Qızlar dedilər, gruba yazmışdım, sonra da yazdım ki, mənim əməliyyat keçirdim. Ağır əməliyyat keçirdim. Yəni o əməliyyatı bir həftə qabaq qardaşım da keçirdi. Çox belə mümkün mən hiss elədim ona baxamam. Aynur'la Nüşabə gəldilər açaraq. Elə bildim ki, bax, ana da var, bacı da var, qardaş da var, nə bilim, onun da onları var, hamısı gəldilər, postlar var. Təzə başladı yəni burada. Amma onların gəlişi mənim üçün elə bil ki, bir yarım saat heç çəkmədi, yox o görüş. Amma elə bildim ki, məni tapdılar, belə gətirlər, qoydular, yerimi rahatladılar, necə demir. Arxayında birisi yaşadı, çox qəribə bir şeydir. Dillə demək olur bu və çox xoş bizim halımıza ki, biz belə yaşayırıq. Onu da deyim ki, baxmayaraq ki, müəllimdir, universitetdə falan, onlar bizdən nümunə götürüb, bu illər onlar görüşür. Onların da var, çox sağ olsun mənim, o ənənəni yaratmışsınız və nə qədər insanlara bu keçir. Mənim iş yoldaşım var, o da həkimdir, o da özlərinin qrupunu yaratdı. Bu tarixə yazması bir şeydir. Rəna'ya telefon əlaqəm 2012-ci illərdir, yadındadırsa. Biz arada danışırdıq. 2012'de şey gelmişti, kursa gelmişti. Geçtim ki təcrübələşmədə siz elə bildim ki, rayonlar güzəlsiniz. Siz kəndimə şəhər, Bakı şəhəri izləymişsiniz. Bakalım şöyle dur. Ben dedim, hocama Allah'ın bir vermişsin. Allah bize o ömrü verirsin ki biz kocalar. Ama qəşəng. Sağlam. Yani görkəmiz yerində, əyilmədən, bükülmədən. Bəlkə force üçün əlimizə bir çəli yazaq. 30 ildən sonra yığışaq. O çəli ilə gəlib daha qocalmış. Qrupa yazıram da. Qrupa yazmışım. Belə görüşək inşallah. Sağlamlıq da force üçün olur. Olsun force üçün. Lazımdır. Ədayət koy olsun ədayət. Yenə gələk. Rəna, biraz Qismət olsun elə gülmək üçün deyirəm.
sizin demek tutardınız siz sözünüzü. Geçen Rəna Xarkov'daydınız. Bu Kiev'deydiniz geçen. Ukrayna'daydılar. Bilirəm, Xarkov'daydınız yoksa Kiev'deydiniz. Kiyev. Fikrət müəllimim. Mən o sıralar, o ərəfə biz tanış olandan sonra mənə Facebook'da bir Əli və Rəna dostluq göndərdi. Sonra eşitdim ki, Rəna da familiyasını dəyişib Əliyə verdi. Siz də Əliyə versiniz. Mən 100% bildim ki, bəs bu Rəna da dostluq göndərib. Mən də təsdiq elədim. Bəs elə oldu ki, Rəna oradadır. Orada desən qrupda yazışırdı, Gülnazla da yazışdı, kimlə də yazışdı biraz da. Mən də götürdüm bu Rənaya Facebook'da yazıram. Görürəm xəttədir bu. Salam, o da yazdı salam. Gördüm belə salamına çox etinasız cavab verdi. Biraz tutuldum da. Dedim ki, yəqin bu xəstə yanındadır falandır. Hal-əhval, o da elə belə qeyri-rəsmi belə şey cavab verir də mənə. Dedim də Fikrət müəllim necə əməliyyatı keçdi? Dedi, deyəsən başınıza hava yer. Başqa adam oldu. Bu da Əliyə və Rənadır. Dedim, bağışlayın. Səhv sağ olun. Bilirəm, mənim bir işlər də var. Allah bize kısmet eylesin. Amin. Amin. İmkan olsa biz bunu birden birer yok. Çünkü yaşa doğruluk herhalde biz. Nezləşdik. Ne güzel. Mesela Türkiye'de bir hadise. Yoldaşımızın başına geldi. Çok yakşı olarak o da sağ olaydı. Bizim yanımızda olurdu, aramızda olurdu. Ama Cəfər bilir də bu var. Yəni ona görə mən Cəfərin adını Çox səbr et gəlmədi. Həyata etibar yoxdur. Mən burada qızların yanı kimi yadımdadır. Dedim həyata etibar yoxdur. Çox səbr Yəni ki, et baxın, bu da bir zəng qismədir. Zalogda düzəlokdur ki, mütləq bunu gəlmək lazım. Hər birimizin bəhanəsi var. Bəhanə deyil, elə var. Hadisələr sonra gəlir. Məsələn, bu zəngləri axşam futbol oynasın, getməli çıxmırsan, sözü var. Həmişə kəsrə salmaq var. Amma bu bizim həyatımızdır. Şəxsən mənim həyatımdır. Mənə ayrılığın bir hissədir. Onu yaşamaq lazım. Oyuncalı yaşamaq lazım. Ləzzətli yaşamaq lazım. Ona görə növbəti il üçün xahiş edirəm. Özümdən də xahiş edirəm ki, o təşəbbüsə Gəlini qoşular, olar, Allah qoysa gələr. hamısına can sağlığı. Bu əlaqəmiz olmayan Təşəbbüs var ki, uşaqlarımız bir qədər musiqi fasiləsi olsun, siz də çörək yeyin, sonra davam elətdirəcəyik. Şampanzaya.
Ruhlan Production veriyor. Gerek
il keçməsinə baxmayaraq, biz həmişə bir-birimizin xatirimizdə qalmışıq. Namiq müəllimə yenə deyirəm, çox sağ olsun, bizim hamımızı aradı, axtardı, bir yerə yığdı. Sonra bizi birləşdirdi, görüşdürdü. Hamımız bir-birimizdən əlaqə saxladıq. Nə deyim, hamınıza can sağlığı arzulayıram. Düzdür, həyatda yol yoldaşı, həyat yoldaşı, sinif yoldaşı, iş yoldaşı, ancaq tələbə yoldaşının yeri tamam başqadır, mənə elə gəlir. Yəni biz çox doğmayıq, bir-birimizə çox əzizik. Mən hamınıza can sağlığı arzulayıram. Hamınızı balalarınızdan, nəvələrinizdən, ailənizdən sevməsiniz. Nə qədər ağır olsa da bugün mən Gülyazır dərdinə şərikəm. Çünki bu səhər mən onun statusunu gördüm, yolda görüşdüm, heç nə demədim. Dedim, sonunda axşam qrupa yazaram. Ancaq bilirdim, Gülyaz bugün gəlməyəcək. Mən də o qənaətə gəlmişdim, gəlməyəcəm. Yolumu qazağa salmaq istədim. Ancaq sağ olsun Gülyaz. Daha doğrusu anası sağ olsun. Anası onu bu tədbirdən yayındırmadı. Dedi ki, get günəndə, get yoldaşlarınla görüş. Bu sənin üçün daha vacibdir. Yəni Gülyazın bir qardaşı var idi, o da vətənimiz uğrunda şəhid oldu. Bunu deməmək, yan keçmək mümkündür. Gülyazın qardaşı hər birimizin qardaşımızdır. Gülyazın ailəsini mən hamıdan yaxşı tanıyıram. İlk görüşümüz elə 30 il ərzində ilk dəfə Gülyazın bacısı oğlunun toyuna getdim Qazağa. Nəzakət mi deyir? O toy, məsələn, toy olmadı, mənim üçün daha bir önəmli gün oldu, sevindirici bir gün oldu. Yəni mən də bir qapıl elə bir o toya getdim yoldaşımla. Bilmədim mən hardayam, o dərəcədə sevindim. Gülyaz da mənim qədər, o qədər sevindi. Tək ki, həmişə yaxşı işlərdə görüşürük. Allah nə qədər ömür verirsə, ömrü biz belə sağlam başa vuraq. Heç birinizə xəstəlik arzulamıram. Sağlam yaşayın. 60 il, 70 il, 65 il, 100 yaşamağın nə mənası var? Yəni, mən sözümü qəmsiliyə salmaq. Qoymuram, yaxşı. Mən bizə nə deyirəm ailəmdə? Ona deyirəm ki, sağlam yaşayın. Heç vaxt dələrə düşməyək, kiməsə belə möhtac olmayaq. Mən bizə özümü arzuladığım odur ki, heç ki mən möhtac olmayayım, elə yerimdə görürüm. Bax, ölüm haqdır, heç kimi gizlədə bilməz, qaça bilməz. Çox sağ olun, təşəkkür edirəm. Mən də sizə təşəkkür edirəm. Sağ olun. Bu çıxışlar çox vaxt aparmır ki, yəni arası bir keçkən yoxdur ki. Mən istəyirəm, hər kəs belə burada özünün sərbəst hiss eləsin, öz ürəkdən keçirmək. Deməli, götürürəm sözü nəzakət müəlliməyə. Bizim uşaqlarımızın arasında mənə elə gəlir ki, ciddiyyəti ilə, son dərəcə ciddiyyəti ilə fərqlənən bir yoldaşımız olub. Yəni, həmişə mən uşaqların o xarakterlərindən müəyyən detalları yada salanda o ciddiyyət kəlməsi ağına gələn kimi nəzakət xatırlayıram. Sözü nəzakət başına verir. Uşaqlar, mən bu sizə bir sual verdim ki, keçən il daha yaxşı idi münasibətlər. Bu il keçənkindən fərqli deyil ki, əlbəttə bu il biz bir-birimizə daha yaxın. Keçən il tanışlıq kimi, buna belə keçən il bir çaşqın idi. Onu bir şey öyrənmək istedim. Bugün biz bu bir il dərsində Hələ həyecan da çox idi. Həyecanımız daha çox idi.
Həyəcanlanıb böyle ancaq bugün nə gözəl ki, biz bir ailə kimi bir yerə toplaşmışıq. Düzdür, universitet illərində yenə tələb, bizi bağlayan həmin illərdir sözsüz. Ancaq ona gəlin etiraf edir. Biz kiçik qruplardan ibarətdir. Bugün biz böyük bir və müəyyən ömür yaşamışıq, müəyyən yaşa dolmuşuq, həyata tamam başqa bir izmadan baxırıq. Ancaq bu birliyi bizə kimləri verdi? Namiq müəllim başqa olmaq, Rəna müəllim başqa olmaq. Bugün Sona xanım başqa olmaq, yerdə qalan kimin zəhməti varsa, gəlin birin, onları bir yaxalasın. Yox, bugün bizə deyirlər ki, ayın 14-də və ya 15-də falan yerə yığışın. Ancaq 14-15-i deyənə qədər görün nə qədər zəhmət tələb olunur. Bax, o zəhmət çəkən yoldaşlarımıza təşəkkürümü. Əslində, Nəzəkət xanım ki, haşiyə çıxmırdı. Biz aprelin 27-sinə planlaşdırmışdıq. O, mənə səbəblər vardı. Yəni, başqa səbəb, mən də Gülyazın bu hadisəsini bilmirdim, qardaşım. Həqiqətən bilmirdim. Deməli, bu Naxçıvan tərəfdə bu adət bizdə yoxdur elə bir şey ki, deməli, ili keçirəndə, kiminsə ilini keçirəndə, hər uşağına görə bir il, bir gün, deyəsən geri çəkilir, hə? Ya o tərəfin ildə olanda. Bunlarda, mən hesabladım, baxıyorum, Mərsimin atasının ili, mən dediyim vaxtda gördüm ki, aprelin 27-sinə Mərsimin atasının ili çıxmır. Mərsim keçən il işlə verəmədi. Mən qrupda demədim səbəb nədir. Mən Valehlə söhbətləşmişdim. Odur ki, o vaxtı biraz uzatdı ki, Mərsim iştirak edir. Çünki may ayı orucluğa düşdü və məcbur olduq iyuna salaq. İndi ola bilsin ki, gələn il vəziyyət başqa cür olar. Vəziyyətə uyğunda hərəkət edir. Hər il vəziyyətə uyğun. Yəni, uşaqlar, bugün bir yerdə olmağımıza görə onlara təşəkkür edirəm və özümü çox xoşbəxt hesab edirəm. Bayaq toxundular bu məsələyə uşaqlar ki, müəllim ömrü başqa bir olur. Ancaq hər kəsə də sözün həqqi mənasında müəllim demək olur. Elə müəllimlər var ki, məsələn, müəyyən xarakteri xüsusiyyətləri var ki, müəllim xarakterdə uyğun olmayan bəli. Mən sevinirəm ki, bugün bu masa arxasında əyləşən bizim o tələbə yoldaşlarımız var. Elə bil onlar bir-bir seçilib olur. Bax, buna görə uşaqlar sizlə fəxr edirəm. Mənim oğlumun toyunda uşaqlar deyirəm, həmişə. Uşaqların gəlib şəhərə girməyi, inanırsınız, mən bilmədim ki, o qonaqlar var, yoxdur. Hamı qarışdı bizə. Hamı diqqətlə bunları izlər. Hamı diqqətlə bunları izlər. Hamı diqqəti bizdə. İnanırsınız mı? Həmin gündən sonra bir ənənə yarandı. Mənim o bizim mənim yoldaşlarım var. Tələbə yoldaşları səslədilər. Bax, gələn həftə mənim müəllim yoldaşım biri gəlir. O tələbə yoldaşlarla görüşürəm. Uşaqlar, bu bizim milli mentalitemizdir. Biz geçmişimizi unutmamalıyıq. Biz bir-birimizi unutmamalıyıq. Bax, bu özü döyüşür. Və bir haşiyə çıxmaq istəyirəm, əgər icazə edirsəniz. Bu yaxınlarda bizim rayonda bir tədbir oldu. Müəllimin anı günü oldu. O müəllim mənim qaynım. Deməli, belə bir təşəbbüs irəli sürürlər ki, bölgədə ilk müəllimlərin anı günləri keçirilsin. O da birinci bizim məktəbdə keçirildi. İnanırsan uşaqlar, hiçbir şey elan eləmədilər ki, kim nəsə yazsın versin, kimsə bu tədbirə gəlsin. Bir dənə həmkarlardan, rayonda həmkarlar tərəfindən bu elan oldu. Nə qədər yazılar gəldi, nə qədər şahidlər, yazılar göndərdilər, bir kitab şəklində biz onu çap edərdik. Və həmin gün ora nə qədər insanlar geçmişdi. Sonda onun oğluna söz veriləndə, oğlu durdu ağlanır, danışa bilmədi. Deyir, mən elə bildim bizim atamızdır, bizim evimizdən gedib. Atam elimizdən gedibmiş. Yaşamaq lazımdır, elə yaşamaq lazımdır ki, elmi olmaq. Yəni, gəlişi gözəl sözlər kimi deyil, həqiqi mənasını deyiləm. Mən sizin hər birinizin mənəviyyatınızı inanıram ki, o müəllim xislət var hər birinizdə. Həmişə də bu xisləti saxlayın, həmişə müəllim adı olacaq və həmişə bir-birimizi yadımızdan çıxarmayaq da belə bir günə hamı tələsdir. Bir-birimizə qarşı məhəbbət var ki, bizim bura qaşaracaq gəlir, hər birimiz problemimizi bir tərəf almaq. Növbəti dəfədə ənənəmiz necədirsə, yenə hamımız sıramız möhkəm olsun, sıramız artsın. Allah canımızı sağ eləsin bir yerdə. Çox sağ ol. Yəni mən bir partiyanı
tərcümə istəyirəm. Bir dəfə ya 3-cü ya 4-cü kursdaydı. Sentyabr şərəsi vaxtı bir mürəkkəb konstruksiya cümlənin sintaktik təhlili ilə bağlı mübahisə yarandı. Və mənim yadımdadır ki, müəllim Nuridəni çağırırkən Nuridəni. Valla mən burada ilişmişəm, gəlsən bu cümləni həll edə. Mən, məsələn, yadındadır mı, xatırındadır? Yox, Mən getdim. Yanımda ömrünün şahı qapdı. sən o bir dərsdə olmuşsun. Qoy burası görürəm. Deməli, bu tərkiblərlə bağlı bir tabiri mürəkkəb cümlə idi və Nuridə çıxdı onu izah elədi. Mən biraz yerində sıxıntı keçirdim ki, məsələn, mən o cümləni o cür düzgün təhlil edə bilməzdim. O vaxt deyirəm Nuridə, yox. Buyur, söz sənindir. Sənin yəni biz bir istedadlı tələbə yoldaşımız kimi. Həmin cümləli başda idi. Sırdalamaq. Allaha and olsun. İstər bacılar, istər qardaşlar, öz doğmalarım kimi sizinlə fəxr edirəm. Allah sizi həmişə var eləsin. O qədər ailəmizdə, qohum məğrəbədə söz-söhbətlər eləmişəm ki, tərbiyə yoldaşlarımızla görüşmüşdür. Hamı tanıyır. Siz inanırsınız, bütün qohum məğrəbə, rayonda da, şəhərdə də bilir ki, mən bugün burada görüşdüm, tələbələrlə görüşdəyəm. O qədər, özüm büyünü intizarla gözləmişəm, Allah and olsun. Axşam saat neçədə yatmışam deyərəm, səhər saat 5-dən durmuşam, deyirəm görən tələbələr qrupuna nəsə yazsam, cavab verən olar. Gözləmişəm Allah'a, 6-da 7-nin yarısında hər Namiq, birinci Namiq mən, bir də təranə deyəsəm, biraz yazışdıq, ondan sonra. 5-də mən yazdım ki, mən de oradayım. Yazdım ki, mən çok oradayım. Mən də yazdım ki, mən də gəlirəm. Namiq dedin, mən orada Mən də gəlirəm. Mən demək istəyirəm ki, Adam Allah, axtarım çay içməyə. biz elə bizim üçün sizlər bir tapıntıyıq. Qohum əlaqədə, yad dostlar, tanışlar, kimin yanındasa deyəndə ki, bir 31 il bundan qabaq qiyabı oxuyub, bugün 28-29 nəfər bir yerə toplaşırıq, görüşürük, heç kim inanmır. Deyirlər o nə deməkdir, heç əyanı oxuyan bir-birinin belə də tapmır, axtarmır, etibarını göstərmir. Çox şükür ki varsınız. Allah canınızı sağ eləsin. Hər birinizin ailəsinə xoşbəxtlik, ailə sevinci arzulayıram. Balalarınızı xoşbəxt eləsin. Həmişə şad günlərinizi eşidək. Xoş soranınızı, sıralarımız pozulmasın. İldən ilə daha da artsın, qüvvətlənsin. Çox danışıq vaxt almaq istəmirəm. Dostlar hamısı ürək sözlərini verir. Bu qədər. Tutarsın koyarım.
gözlerinden ağlayanlar, kara gözlerinden bağlılarım. Ölmeyi istediğinden ağlayanlar, kara gözlerinden bağlılarım. Çekildi kenara yüzünden keder, sizden utandı o beyaz geceler. Çekildi kenara yüzünden keder, sizden utandı o beyaz geceler. Beyaz geceler, beyaz geceler, danıştı yürekten dünyalar gider. Beyaz geceler, beyaz geceler, sırdaş oldu bize beyaz geceler. Beyaz geceler, beyaz geceler, danıştı yürekten dünyalar gider. Beyaz geceler, beyaz geceler, sırdaş oldu bize beyaz geceler.
Senden ayrı canım neyler? Tacü tahtü mülkü malü kanmanım neyler? İstərəm bəsli cəmalın paqılan dərdə dəva, mən sənin bimarına özgə dəvanı neylər? Ey müsəlmanlar, bilin ki, yar ilə xoşdur cahan, çünki yardan düşdüm, mən cahanı neylərəm? Çox dualar qılmışam mən Xaliqin dərgahına, çün duam hasil olmaz, mən duanı neylərəm? Dilbər aydır, ey nəsimi, sabir ol, qılma fəğan, mən bugün səbr eyləsən, danla fəğanı neylərəm? Allah nəsib edə rəhmət eləsin, bizim ölkədə turistik müəllimlərimizə də rəhmət eləsin, qalanlarımızı Allah canı salamat eləsin. Çox sağ olun, gələn il görüşürük. Ömrü faiz çağına qədəm qoyuyor. Yəni sonralar peşman olmayaq ki, bizim o canı sulu vaxtımızda nə yaxşı ki, getmişik, gəlmişik, görüşlər təşkil etmişik. Sonra peşmansız hissi olmasın. Daha deməyək ki, nə xoşbəxt demişəm bir zaman Allah, xəbərim olmayıb bu saatlərdən. Nə xoşbəxt olmuşam, nə xoşbəxt olmuşam, nə xoşbəxt, bugün eşitmişəm onu həsrətlə. Yəni o hissləri biz keçirməyək. Deməyək ki, yəni keçmişdə belə sağlam idik, az görüş təşkil elədik. Az görüşdük, ürəyimizcə olmadı. Yəni mütəmadi keçirək və bu hisslərlə də biz, bu hisslərlə ayrılıq. Bəlkə sessiyalarda görüşək, dekabrın 30-u. Ölkədə vəziyyət pisləşdi. 95-ci ilə qədər ölkə özünü gələ bilmədi. Elə hamımız elə. Bu inflyasiya dövrü, qayğılar həddindən artıq. İnan ki, hər şey yaddan çıxır. Bizim kollektivlə çox sağ olsun, Allah xoşbəxt eləsin o qızı. Bu ildən Şamxal bəylə tanış olmaq şərəfinə nail olduq. Onlar hər birə xoşbəxtliyə arzulayırıq. Arzu edirik ki,
anası, atası, onların hər birinin gələcək aqibəti ilə, xoş günləri ilə sevinsinlər. Buyur ay müəllim, söz sizdə. Biraz qabağa verəriz. Ürək dolu, məhəbbət dolu. Hisslərimiz sizə ishar etmək üçün söz tapmaqda çətinlik çəkilir. Sevincliyəm. Ona görə sevincliyəm ki, sizlər mən yenə də Buyurun. Sizlərlə görüşdüyüm üçün çox məmnunam. Bütün günü burada olsam, mən ki doymaram. Elə sizlə ünsiyyət, onsuz da ünsiyyət oluram, işləyəməm. Əyanı isə yenə də sizinləyəm, sizinlə olmaq istəyirəm. Bunlar bir əsrə dəyər. Bizim bu günümüz bir əsrə dəyəmdir. Doğrudan da biz təşəbbüskarıq. Hələ o boyda o Bakı Dövlət Universitetinin müəllimi, professoru, görürsən, bizdən nümunə götürüb, onlar da tələbə görüşünü keçirdilər. Doğrudan da təşəbbüskar. Müəllim belə olmalıdır. Müəllim sıfıra bənzər insanların qabağına atılan ədədlərdir. Onluqlardır, yüzüklərdir. Onları Balzac belə qiymətləndirir. Şagirdlər sıfıra bərabər insanlardır. Amma müəllimlər onların qabağına atılan onluqlar, yüzüklər olaraq onları şəxsiyyətə çevirir. Biz hər yerdə nümunəyik. İndi desəm ki, biz öz qrupumuzdan danışsaq, öz tələbə yoldaşlarımızdan danışsaq, siz də burada şahid. Başqası bəlkə inanmaz, amma siz inanarsınız. Çünki mənim simamda onlar inanmırlar ki, məsələn, Bakı Dövlət Universitetinin belə bir fakültəsi var, belə bir fakültəsində elə inanmırlar. Bax, mənim kimi səviyyəli uşaqlar, bəlkə məndən səviyyəli uşaqlar var. Yəni, oxuyan, hamımız özümüz qiymət alardır. Bax, bizim üçün ən xoş gündür. Biz 5-6 ildə demək olar ki, belə bir xoş gün keçirə bilmədik. Elə imtahan qayğısı, elə problemlər, dərs, elm öyrənmək. Bax, onun nəticəsindədir ki, biz hərəmiz hər yerdə Bakı Dövlət Universitetinin adını uca tutmuşuq. İnanın ki, bizim simamızda Bakı Dövlət Universiteti 1-ə 5 o qiyməti, hörməti artır. Elə bilir ki, elə bütün kadrları belə. Hələ bir statı demək istəyirəm. 2011-ci ildə kurikulumla bağlı konferans keçirildi. Biz kənd məktəbindən, rayon məktəbindən 11 nəfər müəllim, kurikulumu bilən müəllim dərs keçdi. Burada təhsil nazirinin, müavinin mənim dərsimdə oturdu. Özdə iqtidai siniflikdə bilirsiniz, 11-ci ildə artıq iqtidai sinif təhvil verirdi. 5-ci sinifə keçirdi, 12-ci ildə biz qəbul elədik. Yadınızdadır, 12-ci il. 11-ci ildə mənim dərsimdə oturdu, mən şagirdlərimi apardım rayona, mən kənddə deyildim. Apardıq və orada mən adi qayda dərs keçdilər. Ola bilirsiniz də, dərs keçəndə, Aynura, dərs keçəndə müəllimin tarixi, istoriyası yazılır orada, biografiyası. Yəni, müəllimin təhsili nədir, çıxdı. Məsələn, kitabları varsa kitabları, sonra təhsilin səviyyəsi nədir, hansı müəllimin, nə üstünlükləri var, hamısı orada yazılır. O müəllim gəlib orada oxudu, sonra mənim dərsimdə oturan. 15 nəfər dərsimdə müəllim oturdu. 15 nəfər, zona üzrə müşavir edir. Yəni, kurikulumu bilən müəllimdən bunlar nümunə üçün gəlmişdir. Oturdu bizə Faiq Şahbazlı, indi onda mavin idi. İndi isə desəm, çıxıb bilmirəm, daha işləyir. Bu gəldi oturdu, mən də elə bilmirəm ki, bir dənə rayonumuzda ədəbiyyat müəllimi oturub, o da mənə görə gəlib oturub ki, mən çaşdım, bir zad eləməyində özümü itirməyim. Ancaq heç mən onu tanıyırdım, o bilən ismini tanıyırdım. Elə bildim, bizim məktəbin müəllimlərdir, rayonumuz. Nəysə, oturdular, dağılır. Mənim də dərsim 7-ci sinifdə ədəbiyyat dərsi, vətənpərvərlik dərsi. Bilirsiniz də, o dərsə oturanda həmin dərs, nədir onu keçirsən, da o ənəbəyəni keçmək olmaz. Başladım, mən kurikulumdan keçdim o dərsi, sonra gəldi, 15 nəfər o dalda oturanlar dedi ki, bu müəllim hara alır? Gördü, belə soruşdu. Bu həmin bir dənə müəllim də mənim yanında oturub ki, mən bölümünü saçdırdım. Bəlkə bizim məktəb deyil, olan da nəsə, məndən soruşdu, dərsdə, mən transport verdim uşaqlara, bir mərhələdə, kurikulumun bir mərhələsində transportda. Transport verəndə o müəllim belə verirdi, mən baxmıram ora, belə verirdi, dedim, məndən olmaz. Sonra çağırdı, dedi, sən kimsən? Dedim, mən filan kətdənəm. Dedi, yox, sən kət danışına oluşan. Dedim, yox, mən filan kətdənəm, belə də, ancaq bu ölkəndə gəlmişəm. Dedi, yox, o kəndində danışına oluşan. Sonra dedim ki, biz Şuşadan gəlməyik 17-ci əsrdə, belə. Sonra qayıtdı dedi ki, sən niyə burada işləyirsən? Dedim, da mən burada yaşayıram, burada işləyirəm, o kəndində. Dedi, gel sən telefonda işlə, institutda işlə, gəl səni aparaq Bakıda, sənin kimi müəllimlərə böyük ehtiyacımız var. O üçün nəysə qısa danışım, dedim, yox, mən istəyirəm. Dedi, heç olmasa kollecdə, icazda işlə. Bizdə lisey var, lisey. Mən dedim, orada ehtiyacım yoxdur, mən kənd məktəbi. Həqiqət xalqından xalqım istəyirəm, buyuruyla burada işləyirəm.
Ondan sonra bu oğlan 11. sınıfda okuyurdu. Bu oğlan da Heydər inşasından müstəqliyə tutdu. O üçün bunu da çağırırlar, məni də çağırırlar. Orada nəysə mənə qabaqsa təhsilçisi qeyd edildi. Ancaq ondan əvvəl o dərsində oturandan sonra orada gedib bizdə bu şifahi orqanda işləyənlər, bizdən yüksək təhsildə işləyənlər dedik ki, aldı demək ki, işimlərdə adı kimi. Nəysə, çox söhbətlər olmuşdur, buna niyə aldı demişik, belə falan. İndi mənim deməkdə məqsədim odur ki, həmin o bizim məktəbdə oturan müəllimə demişdi ki, bu müəllim universal insanlar. Bu tarixlə əlaqələndir Azərbaycanla. Azərbaycanla ədəbiyyat ayağı. Amma mən orada dedim ki, müəllim, mənlə oxuyan tələbələr, valla hamımız bu cür təhsil almışıq. Məndən də yüksək savadlılar var. Onlar inanmır ki, biz doğrudan da bu təhsili burada almışıq. Elə bilirlər ki, sonra gedəndən sonra hansı müəllimlər öyrənmişik. O mümkündür. Sən gəlir orta məktəb, ali məktəb və bugünkü həyat. Hamısını əlaqələndirməlisən, sintez edəməlisən. Nəysə, mən çox şadam ki, mən çox məmnunam ki, sizinlə tələbə yollaşıyam. Siz varsınız həyatımızda, arxamızda sevincimizsiz, həm sevincimə sevinirsiniz, həm kədərimizə kədərlənirsiniz. Dostluğumuz əbədi olsun, hər il görüşən, mənim bir arzum var, anazını seyirəm, üzündən qocalıq oxunmayaydı. Kaş ki, keçən illər, ötüşən illər sənin gəncliyinə toxunmayaydı. Kaş bizim gəncliyimizə toxunmasın. Mənim könlüm deyir ki, hələ bunlar nədir ki, gözəl günlər, şənli günlər, şən günlər hələ qarşımızdadır, hələ qarşımızdadır. Lətifə müəllimə, sizinlə gələcək iştirak edən yoldaşlarınız buyurun. Mən də həqiqətən çox sevinirəm ki, mənim tələbə yoldaşlarım var, tələbə dostlarım var, dəyərli insanlar var. Həqiqətən sizləri Nəzakət xanım demişkən, sonradan o qrup yaranandan sonra hamınızı, iç dünyanızı həqiqətən sonradan bildik ki, necə insanlarsınız. Mən çox sevinirəm ki, belə həqiqətən qrup yoldaşlarım var, çox sevinirəm. Bir də ki, Namiq yazmışdı qrupda ki, ad günlərini qeyd edeyim, bəs mən yazmadım ki, ayın 27-si mənim ad günüm idi, yəni aprelin 27-si. Mən də dedim ki, bir yaxşı bir fürsət hazırlayaram, gətirərəm də, yəni təqdim, ona görə yazmadım. Sonradan da hər daim bir səbəbə gələm. İnşallah, Səvələ xanım cəsədi. Sağ Allah. Gözəl günlərdən həşərimizlərə qismət eləsin. Belə gözəl günlər qismət eləsin. Allah təala kimin subayı varsa subaylarına toy qismət eləsin. Nəvələr bizə sahib olsunlar. Olmayanlara da nəvə qismət eləsin. Xoş gördük. Hamı görür, bağırma, basıram, götürəm. Sağ olun. Adikə var elədim. Bu yoldaşlardan da soruşdu. Keçən ildən mən elə bir istəyərdim ki, nəsə fikirlisiniz. Bizim nəsə bəlkə də müşahidə eləməmişəm. Buyurun, sizi dinləmək istəyirəm. İnsan mı? Deyirəm ki, istər keçən görüş, istər də ki, bu görüş mənim həyatımda ən xoş görülər sırasındadır. Sağ olun. Kim nə yazsa, bu başlığını belə getirir. Əslə bərabər gün və ya ikisindən də yazmaq istəyir. İki görüşdə xatir edək. Orada günlər yazarsınız. Oldu. Kimin yazsa olsa, inşaat tapışır biləsiniz. Səralən mənim keçən bir ona kimi dinləmişdi. Mən istəyirəm indi bir qaynına kimi. Çox belə ağır söz dediniz. Heç hoşuna gəldi. Heç o söz hoşuma gəldi. Möhür vurur ki, qocalmısan da. Söz adama möhür vurur ki, qocalmısan. Nəysə, təbii ki, bu zarafatdır. Biz
bilməyərəkdən, təsadüf deyəyin, bayaq qeyd elədik, iyulun 15-i bizim sessiyamızın, yaz sessiyamızın ilk günüdür. İyulun 15-inə qədər olurdu. Təbii o 82-88-ci illərdə tələbə kimi gələndə, yəni düşünmürdük də, vaxt gələcək, ay biz görüşəcəyik. Elə imtahan qorusu, elə hər kəs öz qrupunda stajına deyirdi ki, mən indi girim imtahana, Namiq orada ya əsəbləşirdi, ya istənirdi, kəsilirdik, kədərlənirdik, imtahanı verəndə sevilirdi ki, qayıdıram evə. Yəni, hardan bilərdik ki, 30 ildən sonra biz bu qayğılı günümüz bizə qayğısız gün kimi gələcək. Əliyar müəllimin imtahanında Namiq deyir, Əliyar müəllimin imtahanından çıxanda civara bir dənə yumruq necə vurdu, qiymət almışdım, sevincimi deyə bildirdim. Əliyar müəllimin imtahanında Namiq deyirdi, kim spisokdan qabaq girmək istəyir, gəlsin görsün. Hamı deyirdi, yox, biz vaxtımızda gedəcəyik. Mən o Əliyar müəllimi böyle sakitçe gördüm, tuttum. İndi sakit, nəsə qiymət alanda sevinirdi. Yəni, sonra da qayıdırdıq evimizə, sonra 88-ci il gəldi, intiqamızı aldıq, diplomumuzu aldıq. İndi ailə quran ailəsinin yanına, deyir, Türklərin sözü olmasın, köyünə, evlinə, qayğı, uşaq böyük, ora-bura. Və 2 dəfə görüşdük də, keçən il, biz 3 dəfə, bilmirəm ki, kimsə də çox görüşür. Namiqlə görüşdük 5, sonra 5 il şəklində, keçən il belə. Və ən qayğısız, elə bir qayğımızı evdə qoyub gəlirik, qayğısız bir ailə yoxdur da. Elə yeməyin, pişirməyin özü bir qayğıdır. Və bugün elə bir bütün yükdən deyir, qayğıdan azadıq, gözəldir. Allah günümüzdə həmişə belə bəzəsin, qayğısız. Və mən, Məsim burada, Məsim, deməli 92 bilmən yadında olar, olmaz. 92-ci il idi. Təbii ailəli idik də onda təzə. Bir qəzet keçdəli, mən bilmirəm bizim ailədə də nə keçirdi, bilmirəm qayğı tanımaq günü idi, yoxsa nə idi. Yəni o qəzetdə Məhsimin adını gördük, unutdum, gəncli idi. Unutdum ki, mən burada funksiya daşıyıram, stol açmalıyam. Dedim ki, yox, mən bunu oxuyum, deyirlər evdə nə oxusan, deyirəm, elə bir bu uşaq məndən oxuyub, adı familiyası uyğun gəlir. Düzdür, haradasa gəncli idi, hə? Müəllim haqqında, cavan müəllimlər haqqında fikir yürüdürdüm ki, bizə qayğı lazımdır, bizə qayğı göstərilməlidir. Deməli, millət qalıb orada mən belə çıxır ki, dırmaq arası, mən sizi saymıram da, bu yanda tələbə yoldaşının məqaləsini oxuyuram. Belə, Məsimlə 5 ildən sonra ilk görüşüm bir şəkildə deyək belə. Belə heç nə, tapmaq çətindir, itirmək asandır, qəlbimizi itirməyək, həmişə gələk, çalışaq gələk. Çalışaq gələk, Allah sıramızı pozmasın. Sağ olun, hamımız sağ olun bugünkü gün üçün ki gəldiniz. Çox sağ olun. Geldim, yola çiçeği taktı geldim.
Yakından seçin. 31 yaşınız mübarek. Veyahut 1 yaşınız mübarek. Bağışla, bağışla, ben bağışla.
Bak böyle mahnı da hamı oynayabilir. Behane elleme. Böyle mahnı da hamı Eşim. Başı karşısına kadar değil. Hamısı papka papka. Bu ne? Ama yerim var oynadım. Karşısını geçemez. Sonunda geldiniz. Ben de geçebilirim. Bak ben resmi danışmayacağım. Ne müəllim müraciət eləməyəcəm, nə xanım deməyəcəm. Sizlərin, dostlarım, rəfiqələrim, bacılarım, qardaşlarım. Mən belə müraciət edirəm. İstəyirəm ki, elə cavan kimi, dostlar kimi, bax bu cür münasibətdə olaq, o rəsmiyyətdən o bir qədər uzaqlaşaq, tam səmimi olaq. Necə ki, Nəsil dedi, qəşəng, çox səmimi, mehriban bir qızdır, mən oyam. Bax, məni necə görürsünüzsə, mən oyam. Sizi çox sevirəm. Həmişə WhatsApp'da da, mən çox görünmürəm orada, amma dəyərli dostlarım deyirəm, dəyərli tələbə yoldaşlarım deyirəm, doğrudan da dəyərlisiniz, çox dəyərlisiniz. Kiminsə fikri idi, yadımdan çıxdı, dedi, sanki o illərdə biz bir-birimizi tanımamışdıq. Amma indi getdikcə bir-birimizi tanımağa başlamışıq. Doğruda ay sağ ol, hə, nəzakət edir. Hər birinizin fikrinə münasibət bildirmək istəyib, amma yadımda qalmadı çox. Nə içimdən gələcək deyəcəm. Düzdür nəzakət, doğrudan da eləyir. Sanki indi kəşf eləmişəm sizləri. Keçən ildən daha çox bu il kəşf elədim. Yaxşı mənada kəşf elədim. Daha çox sevdim sizi. Deyirəm, bu adət davam eləsin bu ənənə. Nəsim dedi ki, başqa yerlərdə də, turlar formasında da qoy olsun, bu cür olsun, rəngarənglik olsun. Yəni, hamı səs versin, görüşək. Hətta hər il görüşən tələbələr çox azdırlar. Doğrudan da. 5 ildən bir görüşürlər, tanışlarım var, yaxınlarım var, belə söhbət. Əlbəttə, qalırlar ki, inan, hər ildən bir görüşürük biz, alınır. Az olsaq da, indi müəyyən səbəblər var da, əslində çox gərgin bir vaxtda görüşdük biz. Dünən son zəng, inanın siz, altını yarısı evə getmişəm ki, o 9'lar, 11'lərə dərs deyilən, istər-istəmək o açıqları istədilər bizdən. Dünən axşam da bir toyda olmalıydım, yoldaşım da bir başqa toyda olduğundan, mən bu toyda olmalıydım. Bunun da öz vəziyyəti var. Mən onu da təxirə saldım. Mən yorula bilmərəm dedim. Getmirəm, istirahət edirəm, bugün tələbə yoldaşlarımla görüşürəm. Kəmaləyə danışıram bayaq ki, bu axşam da toydayım. Hətta onu da təxirə salmışdım. Yəni, bu qədər dəyərlisiniz. Dilyaz, sən heç bizi narahat eləmədin canım.
biz seninleyiz. Senin o güzel tebessümün hiç var. Üzümden eksik olmasın. Derdiniz derdimizdir. Şad günümüz hamımızın köde. Yaxşı günler arzulayıram hamınıza. Yani görüşək, hoş günler, hamımızın sevinler, her evde bir evimiz var, her evde. Ama yok. Bak, solunda oturdu. Namik, bilmem, bu işin esasını koyan sen oldun. Ben çok teşekkür ederim. Çok teşekkür ederim. Mersin hoş geldin. Sakçıvan'dan bir başa geldin. Sonra Mirvari'ni buyur görmeyin. Mirvari'ni de yaxşı ki geldin. Gelmeyenler de gelsinler. Yani aralarımız artsın. Neyse, her şey görüşelim. Mirvari yenisi ben. Değil, buyur. Şimdi çok yoğun. Cerime ödesin. Cerime. Ben bir yere anlattığım bir şey, bizim gerçek bahsediyoruz. Yok, senin sualın. Benim sualım var. Sen Qazaqda Tovuzda olan yoldaşlarını tapmışsan, qalxın ürüsünə qədər geçirmişsən. Sen məndirən görüb. Bu Qostabəyova Aygün, Tahirə xanım, bunlar barədə nə deyə bilərsiniz? Ben o şey yok. Neyse, ben demek o zaman dışarıda çok az oldum. Tarihiyle getirdim. Ama əlaqə saxlamaq. Tarihiyle getirdik. Ben üniversitede bitirmemiştim. Yükseli yaşamadım. Sonra da çok az oldum kesin. Başka verirdim. Ben yalan değilim. İnan. Aygün idi. Tahirə. Bəhram indi görmüşük, əlaqəmiz var. Yerdən Qubalı qızı vardı, Zəkiyevə Xurama. Düzdür. Eşek kızı görüyorsun. Zekiye yanında Otur da incik, ola bari fikirləş. Bir başka Zekiye var. Zekiye var. Ama Aygün var. Seyit Hanım gelen görüşümüze kadar çalışanım haber getirip size. Buyur, aynı var. Ama içinde o yaşları, kendi de adını bilən, işlərini adını bilən, sən keçən olmazsın. Deyim ben Reyhan'dan ben yazdım. Canan deyirəm də. Qazaq, Səməd oğlum adına 2 nömrəli tam orta məktəb. Şəhər məktəbi. Bəli, şəhər məktəbi. 2 nömrəli, bəli. Mənim bu gün aşağılar, sevincimin həddi hüdudu yoxdur. Ben bu gün o kadar sevinirəm, o kadar heyecanlıyım. Siz bu heyecanı yəqin ki bir il bundan qabaq yaşayırsınız. Amma mən görməmişdim. Bugün mən o kadar heyecanlıyım, hiç danışmağa sözüm yoxdur. Sizi o kadar çok istəyirəm, o kadar yaxınım sizə qəlbən. Vallahi həmişə yazırsınız. Mən biraz, Namik müəllim bayaq dedi ki, burada iştirak edənlər aktiv uşaqlar. Mən aktiv deyiləm, eləcə sadəcə izləyirəm. Yaza bilmirəm. Yaza bilmirəm. Səs göndər. Hə, səs Kəmalı ilə bir baxın. Sadəcə hamınızı izləyirəm. Nə bilim, nə danışır, sizə heç bilmirəm valla. Hamımızın qayrımız var, hamımızın ailəmizdə problemimiz olur. Gəlmək biraz çətin olur. Keçən ildə problemə görə gəlməliyik. Bunlar sən yoldaşlar. Evimizdə görüşənən. Bu da Gülnaz xaladır. Kimdir? Nə danışım? Sizə xoş gəlir. Hər şey məlumunuz var. Sağ olun ki, varsınız. Hamınızı bağlama basıb öpürəm, nə danışıb bildirəm, sevincimdən bugünkü günümüz heç ələ düşməz bir gündür, heç belə yaddan çıxılmaz bir gündür. Çalışarıq həmişə davam edək bu görüşü, həmişə gələk, bir-birimizi hər bir rayonda yadınızda saxlayın, bizim evimiz var aşağılar, hər bir rayonda, hər bir yerdə, hara getsək bizim evimiz var. Bir var, ədəbiyyatda belə bir mövzu var. Ata oğluna deyir ki, yerdə hər evdə bir ev tikir. Ki deyir, pulumuz tutardı. Ata o nəzərə tutmamış. Dostlar. Mən də ona gəlirəm. Hər yerdə bir evimiz var. Var olun, sağ olun. Həmişə bax cavan olun, həmişə üzünüz gülsün. Həmişə
Qayğılardan uzaq olun. Nə bilim, xoş günləriniz istəyirəm. Sağ olun, çox sağ olun. Aynura müəllimə. Buyurun. Otur danış, Sən əyləş. Ürək sözünü burada da Mən bütün əzizlərin qarşısında ayağa da qalxmalıyam və baş əyməliyəm. Çünki mən qrupa da yazanda əzizlərim yazıram. Ona görə ki, insanın bacı qardaşı, qohum ağrəvəsi də var. Onların öz yeri ayrıdır, amma ki, mən ona görə əzizlərim deyirəm ki, o insanın özünə yaxın olur. Söz sirdaşı, gönül sirdaşı deyilən bir şəxs olur ki, insana o qədər yaxın olur ki, onu hansı rütbədə, hansı yerdə qoyasan bilmirsən. Mən hələ tələbə yoldaşlarımı da həmin o yerdə təsəvvür edirəm, yəni əzizlərim yerindədir. Onları mən tapanda, o sevinci yaşayanda, mənim həddim, hüdudum yox. İlk dəfə mən o qrup açılanda, uşaqları tapanda mən evdə, adətən mən evdə çox şən olan deyiləm, biraz kədərlərlə çox nəsə. Amma o sevinci yaşayanda evdəkilər də çox təəccüb edilər ki, yəni Aynurənin də sevindirən bir nəysə var. Dedim ki, o mənim öz qrupumdur, öz tələbə yoldaşlarımdır. Mən elə bilirəm ki, ətrafımdan itirdiyim bütün şeyləri o qrupdan tapdım. Yəni mən süzdə tapdım. İtirdiyim nəyim var idisə orada tapdım. Və onu bir daha da mənim yoldaşım Banisada olan vaxtı İnanın ki, elə bilirdim ki, böyük bir arxam var. Böyük bir, həqiqətən, hər gün səhər-səhər o qrupadakı olunan dualar, axırda o bütün səsləri yoldaşıma qulaq asırırdım ki, gör sənə nə qədər səslər, nə dualar gəlir. Yəni, bundan ürəyimiz də yoxdur. Ondan da ötə bir yer yoxdur. Deyəm ki, ona görə də mənim həmişə əzizlərim söz. Heç vaxt da demirəm ki, biz yaşlaşırıq, yox. Çiçək gönçə olanda nə onun gözəlliyi görülmür, nə də ətri saçılmır. Çiçək açdıqca təravətlənir və ətri ətrafa yayılır. İnsan da yaşlaşdıqca gözəlləşir, təravətləşir və onun əməli ətrafa nur saçır. Və mən də arzu edirəm ki, biz hələ o təravətlənək ətrafa ətir saçar, həmişə bir olur. Allah bizi bir-birimizdən ayırmasın. Bir olalım, hamımızı qucaqlasın, öpürəm, əzizləyirəm, ən böyük sevinci görürüm. Mən dedim bu günləri yoldaşıma ki, Aynurə sən səhərə qədər ağlamışam ayaqlarında. Dedi, sən necə gedəcəksən? Dedim, yox, mən gedməsəm, elə bilirəm ki, bu il gedməsəm, gələrim mən öləcəm, buraya gedəcəm. Səhər-səhər mənsin başım tutur ki, sən dur gedəklər. Onlardan qalma. Sən oynamağı görəcəksən, dedi ki, Allah'ın ağır. O bilir ki, mən sevdiyim, o evdə bəyət deyirəm. Arada ki, evdə fikirli nəysə işi görür, yemək pişirirəm. Arada bir telefonu açıram. İstər-istəməz mənim üzümdə təbəssüm elə gəlir. O dəqiqədə heç nə demir, digər yoldaşlarıyla. Üzüm tükülür, bilir ki, mən tələbə yoldaşlarımla bir kəlmə oxumuşam. Var olun, həmişə səssüz gəlsin, bir gündədir, yanımızda da olmasın. Amma haradasa özümü arxalı hiss edirəm ki, mənim hər bir rayonda, Azərbaycanın hər bir köşəsində arxam var, köməyimdə. Həmişə dağ olur, var olur. Öpürəm qalsın. Bilirsiniz, Aynura müəllimənin öz atasına elədiyi bir kitabı var. O kitabın bir nüsxəsini Aynura. O kitabın bir nüsxəsini Aynura mənə bağışlayıb. Mən düşünürəm ki, o kitab təhsə Aynurənin öz atasına ithaf elədiyi kitab deyil. Bizim təmsilçimiz kimi bütün valideynlərə həsr olmuş bir kitabdır. Təşəkkür edirəm. Deyir Aysun'a müəllimə. Gəlin axırda kaptanı təşkil edir. Gəmisinin kaptanı sizsiniz. Həm də fikir vermişsiniz mi? O böyük təntənəli konsertlərin axırında gəl kim olur? Eyləm xanlar var. Buyurun, onlardan sən çox artar. Çox sağ olun. Ürəkdən təşəkkür edirəm hamıya. Mənim deyəcəyim sözlərin hamısını siz dediniz. Hə, valla. Birinci danışmaq çox çətindir, bir də axırıncı danışmaq çox çətindir. Axıra söz qalmır, birinci də. Amma
mən bircə şey müşahidə edirəm. Siz danışırsınız, mən bayaqdan mat baxıram, Allahım, ilahi. Bu qədər gözəl danışmaq, bu qədər Azərbaycan dilində belə təşbihlər işlətmək, belə gözəl ifadələr qurmaq, belə obrazlı danışmaq ancaq mənim tələbə yoldaşlarıma məxsusdur. Qeyrisində mən görmürəm. Vallahi həqiqətən görmürəm. Var, elə məclislərdə də olursan, pulu da var, vəzifəsi də var. Amma mənəvi dünyası sizlərdən çox-çox kasıbdır. Ona görə də həmişə var olun, həmişə sağ olun və görüşlərimiz həmişə davam edəsin. Bəzən təkliflər gəldi ki, bəlkə görüşü 2 ildən bir eləyək, 3 ildən bir. Amanın bir günündə eləməyək. Hər il eləyək. Niyə? Çünki o Düftü xanım deyirdi, ay çoban, ömürlər çox qısadır. Ona görə biz çalışaq hər il bir dəfə görüşək. O 30 ilin əvəzini qaytaraq. 30 il deyil ya, görüşə bilməmişik. Şəxsən mənim hər gün, hər an, hər ay yadıma düşürsünüz. Həmişə xatırlamışam, görəsən kim hardadır, kim nə iş görür, kim nə eləyir. Kim ilə bəzi telefon əlaqəmiz oldu, kimlənsə belə adını eşitdik falan yerdədir, bəsməcə. Amma həmişə narahat idim. Mən ancaq ki, qeyzdən işə gəlirdim ki, nə bilim, xoş qədəmə verim, hansısa bildiyim rayonlara məktub yazır. Bu dəm Namiqdən zəng gəlir. Ellər səcdə etsə sənin adına, heç vaxt arxalanma istedadına. Sən öz ustadını gətir yadına, sənə dərs deyən minnətlər olsan, minnətlər olsun. Biz bugün yenə də doğma təhsil ocağımız Bakı Dövlət Universitetinin ziyasının işığına toplaşmışıq. Sevimli müəllimlərimizi yad etmək, doğma ocağımızı ziyarət etmək bizim müqəddəs borcumuz və vəzifəmizdir. Nə xoş ki, Allah bu işi bu günlərdə bizə qismət verdi. Keçən bir görüş, bugün də ikinci görüş. Biz Bakı Dövlət Universitetini əgər nəhəng bir çinara bənzətsək, biz onların uğurlu yarpaqlarıyıq. Mən özümü şanslı bir insan hesab edirəm ki, belə gözəl tələbə yoldaşlarım var, belə gözəl müəllimlərimiz və bugün çox şadam, sevinirəm, yenə biz əlaqə yaratmışıq. Yenə dost ünsiyyətini saxlayırıq. Bir-birimizə tələbə yoldaşı yox, artıq biz bazı qardaş bir-birimizlə münasibət qururuq. Dərdimizi, sevincimizi bir-biri ilə bölürük, bölüşürük. Allah bu günü bizdən əsir eləməsin. Həmişə bir yerdə olaq, uğurlu günlərimiz olsun və hamımıza can sağlığı, xoşbəxtlik və saadət arzu edirəm. Yaşayın, var olun və həmişə də təmasda olun. Tələbə yoldaşlarım, gözəl insanlar. Hamınızı salamlayıram, hamınıza can sağlığı arzulayıram. Çox sevinirəm ki, bugünkü gün biz görüşdük. Bir-birimizi yenidən gördük, ünsiyyətdə olduq və çox sevinirəm ki, sağ-salamat bir araya gəldik. Əziz dostlar, mən 1-2 ay, bəlkə də çox 3 ay bundan qabaq İradə ilə Namiqə dedim ki, mən iştirak etməyəcəm. Çünki tarixi bildim, həmin gün 15 iyun tarixini bildim və ürəyimdən bir ağrı keçdi. Sizin də qanınızı qaraltmaq istəmirəm. Sadəcə olaraq gəlməməyimin səbəbini demək istəyirəm. Niyə belə olduğunu səbəbini demək istəyirəm. İradə və Namiq bilirlər, bugün mənim qardaşımın, yəni 15 iyun mənim qardaşımın şəhid olduğu gündür. Bu dəqiqə rayonda mərasim keçirilir. Və çox ağrı ilə demək istəyirəm ki, mən rayon anamgilə bildirdim ki, belə bir gün var. Amma mən getməyəcəm, mən rayona gələcəm. Arasında bir neçə gün keçəndən sonra gördüm, anamgil zəng elədi ki, Güya sən orada iştirak eləməlisən. Sən yoldaşların yanında ol, narahat olma. Biz bilirik ki, sənin ürəyin, qəlbin bizimlədir. Çox israr etdilər və mən də həm onların sözlərini elə salmadım, həm də sizə olan istəyim və məhəbbətimdən sizin yanınızda olmaq istədim. Yenə deyirəm, qan qaraltmaq üçün danışmıram bunları, sizi sevdiyimi, sizə dəyər verdiyimi bildirmək üçün, ailəmin də sizə nə qədər böyük hörməti olduğunu bildirmək üçün bu kəlmələri
ifadə etdim. Hər birinizə can sağlığı arzulayıram. Ən böyük arzum odur ki, bundan sonraki illəri bax beləcə sağ, salamat, gəlməyən dostlarımız da gəlsin, bir yerdə qeyd eləyək, deyək, gülək, balalarımızın, nəvələrimizin şad günündən, gözəl günündən söhbət açaq. Hər birimiz bir-birimizi sevindirək. Hamımıza ruzi bərəkət, sevinc arzulayıram. Sıralarımız pozulmasın, qanımız qaralmasın. Mən bilirəm ki, mənim qardaşımın timsalında bütün şəhidlərimiz, Allah onlara rəhmət eləsin, hamımızın qəlbimizdədir, hamımızın ürəyimizdədir. Narahat olmayın, bugünkü gün mən də sizinlə bərabər deyəcəm, güləcəm, şənlənəcəm. O ağrı, o acı ürəyimdə olsa da, amma sizə olan o gözəl istək, məhəbbət bəzən xoş duyğulara qalib gəlir. Hər birinizi sevirəm, can sağlığı arzulayıram. Deyək, gülək, oynayaq. Hamıya can sağlığı, şəhidlərimizə də Allahdan rəhmət diləyək. Mənim qardaşım da onun içində olmaq şərti ilə. Təşəkkür edirəm hamınıza, qulaq asdığınıza görə, mənə dəyər verdiyinizə görə, qardaşıma rəhmət oxuduğunuza görə. Sağ olun əzizlərim, öpürəm hamınızı. Bak yine hicran, ayrılık nece geldi bizden habersiz. Gel yandım aman, değirdin ki yaşayabilmezsen bensiz. Kaman ayrılık nəğməsin çalır gecelerin pışıltısında. Kalbim odlarda alışıp yanır yer ile göğün arasında. Harda kaldın gelmedin, sevirem deyirdin, yəqin belə yazılıb bəxtim. Harda qaldın, gəlmədin, sevirəm deyirdin, yəqin belə yazılıb bəxtim. Kama ayrılıq nəğməsin çalır gecələrin pıçıltısında. Kalbim odlarda alışıp yanır yer ile göğün arasında.